Duanın yaxşı vaxtlarına bax, deyir, yağış göydən yağanda dua elə. Gözəl anlardır da, bərəkət yağır. Deyir ki, zifaf gecəsində, toy gecəsində dualar qəbul olur. Xoş, deyir ki, şad halda getsin bəndələr onun qapısına. Bəziləri təəssüflər ki, zifaf gecəsi dua vaxtıdır. Dua, hara zifaf gecəsi. Deyir, bəylə gəlinin duanın qəbul olduğu yer həmin o vaxt. Qəlbi şaddır. Allah xoş deyir, bəndəsi şad halda onun qapısına gəlsin. Şirin anlarda onunla danışsın. Şirin-şirin danışsın Allahla. Deyir, duadan qabaq şükür elə. Sizcə niyə? Duadan qabaq şükür elə. Yəni, şükür əhval-ruhiyyəsində ol. İnsan nə zaman şükür eləyir? Sevinəndə. Deyir, şükür elə, sevinç əhval-ruhiyyəsində məndən istə. Xoşum gəlir ki, mənlə belə danışasan. Sevinç halında danışasan. Şadlıq halında danışasan. Şad halından xoşum gəlir. Mən Allah sənin düşmənin deyiləm ki, deyəm ki, bədbəxt ol, gəl mənim qapıma. Keyflə say bir-bir neymətləri. İlahi, mənə filan şey vermirsən, filan şey vermirsən. Bax, o keyf eləyirsən, neymətləri saya-saya. Allahın da xoşu gəlir. Deyir, indi əlavə nə istəyirsən, deyirsən filan şey, deyir, verin ona. Çünki bu şad gəlib mənim qapıma. Bəziləri zariya-zariya gedir. Elə bilir, belə olmalıdır. Zariya-zariya gedirlər Allahın qapısına. Elə bilirlər ki, Allah bədbəxtləri çox istəyir. Elə bilirlər ki, Allah uğursuz, bədbəxt biçarələrin Allahıdır. Gedib zariyasan qapısında, onu da xoşu gəlir ki, bədbəxt gəldi mənim qapıma. Tez onu, Allahım, belə Allah deyil. Deyirlər, qəlbi sınmış adamın duası tez qəbul olar. Sizcə niyə? Məzlumun duası tez qəbuldur, niyə? Çünki insan üçün təbii hal, şadlıq halıdır. Təbii, gözəl hal. Allah görür ki, bu şadlıq haldan çıxıb o halından. Tez onun hacətini verir ki, qayıtsın şadlıq halına. Çünki onun təbii halı şadlıq halıdır. O hala qaytarmaq üçün, normal hala qaytarmaq üçün.